siz sual verirsiniz ki, bura Bibi Heybət məscididir, düzdür? Azərbaycanda hər kəs bunu sadəcə Bibi Heybət məscidi kimi tanıyır. Amma əslində bu 8-ci imam, İmam Rızanın bacısının, 7-ci imamın da qızının sərdabəsidir. O və onun qulluqçuları o vaxt Azərbaycanın güvənilir yer olaraq gördükləri üçün İrandakı rejimdən qaçaraq bura sığınıblar və burada yaşayıbdılar. Vəfat eləyəndən sonra həm imamın bacısı Hökmə xanım idi, səhv bilmirəmsə adı. Həm o, həm də onun qulluqçuları, yanındakılar burada bastırılıbdır. Bura onların sərdabəsidir. Bura həm də bir ziyarətgahdır. Ona görə hər zaman ziyarətgah kimi prezident də, digər ali qurumlar da bura gəlirlər. Amma hər kəs buranı sadəcə bir məscid kimi düşünür ki, bura həm məsciddir. Və 1930-cu ildə Ruslar Çar rejimində Azərbaycandan tarixi abidələri ortadan qaldırmaq üçün bura bomba qoyub partladıbdılar. 98-ci ildə ikinci səfər Azərbaycan köhnə variantına ən uyğun formada yenidən şəkilləndirilibdir və bugünkü günümüzdəki halı alınıbdır. Əslində məscidin özü əvvəllər belə olmayıbdır.